Həkim, mənim uşağım ana südü ilə qidalanır, amma axşamlar yatmır, səhərə oyaq qalır. Amma qonşunun uşağı süni qida ilə qidalanır, axşamdan yatır, səhər oyanır. İndi belə çıxır ki, mənim uşağım ana südü ilə doymur. Ümumiyyətlə bu suala çox tez-tez rast gəlirik. Çox analar elə düşünür ki, o ana südü verir, amma uşaq doymur. Və müayinə əsasında görürük ki, uşaqların ayına uyğun çəki artımı mükəmməldir, hətta artığınla belə olur. Qısa olaraq onu qeyd edeyim ki, ana südü qəbul eləyən zaman onun həzm olunması 1.5, maksimum 2 saat ərzində olur. Amma süni qidanın həzmi mədədən sorulması isə 3-4 saat ərzində olur. Ona görə də ana südü yeyən uşaqlar daha tez acırlar, amma süni qida yeyən uşaqlar isə çox gec acırlar. Və bir də onu qeyd edeyim ki, biz bilirik ki, ana südünün tərkibi tamam fərqlidir. Nə qədər hansısa süni qidanı ana südünə yaxın eləmək istəsələr belə, yenə də ana südü qədər deyildir. Onun yağlılığı da artıq ola bilər, tərkibində olan vitaminləri də fərqli ola bilər. Ona görə də uşaqları uzun zaman tox saxlaya bilər və bəzi süni qidalar var ki, həddindən artıq çəki də verdirə bilər. Əziz analarımız, sizə bir mesaj ötürmək istəyirəm ki, çalışaq övladlarımızı ana südündən məhrum eləməyək. Ana südü hər bir övladımız üçün çox vacibdir. HCC Cliniva Hospital, sağlamlığınızı bizə etibar edin.